ayrıca azarkeş söyüşünə belə deyək də, indi azarkeşdir. Klubları cəzalandıran İntisam Komitəsi qeyri-etik jest, bütün stadion görüb o jesti. AFA nümayəndəsi də böyük ehtimal görür, bilir. Yəqin ki, qeyd edib öz protokolunda. İndi görək, İntisam Komitəsi neçə oyunluq cəza verəcək, nə qədər cərimə tətbiq edəcək, gücləri çatacaqmı, eləyə biləcəklərmi, bu artıq başqa bir mövzudur, başqa bir sualdır. Yəni, bir Azərbaycan vətəndaşı olaraq AFA İntisam Komitəsinin rəhbəri Erkin Hüseynovdan birincisi tələb edirəm. İkinci də ki, kanal adından tələb edirik. Burada xahişlik bir şey yox. Azərbaycan vətəndaşı olaraq futbolu qoy qırağa, vətəndaşa olan bir hörmətsizlikdir. Bəli, hörmətsizlikdir. Canlı əfsanəmizə, futbol əfsanəmizə olan qarşı hörmətsizlikdir. Ən azı 6 və yaxud da 10 oyunluq cəzalanmalıdır. Çünki yenə deyirəm, Saşa İliçə sadəcə jestə görə, sevinmə jestinə görə orada səs yoxdur. 4 oyunluq cəza verdilər. 10.000 manat idi, səhv eləmirəmsə. Cərimələdilərsə, bu konkret əli ilə göstərdiyi qeyri-etik jestə görə özü də nəyəsə göstərirsə, burada yəni lap ən sərt cəza verilməlidir. Hətta mövzusunu da bağlamaq olar, 11 tur qalıb.